doğumun ölüm səviyyəsinə yaxınlaşması qocalma gənc nəslinin azalmasına gətirib çıxarıb. Sosioloq Elçin Bayramlı deyir ki, başlıca səbəb sosial-iqtisadi durum olduğu üçün son illərin çox danışıldığı, ancaq həyata keçməyən uşaq pulu məsələsi reallaşmalıdır. Dəfələrlə təklif olunub ekspertlər tərəfindən ki, bizim buna maddi imkanlarımız var, vəziyyət də göstərir ki, buna ehtiyac var, statistika göstərir ki, vəziyyət pisləşməyə gedir. Bunu əgər hökumət bütün uşaqlara ucundan tutma vermək istəmirsə, yaxşı olar ki, hamıya verilsin. Təxminən ayda 100-200 manat heç olmasa. Yaxşı, hamıya vermək istəmirlərsə, heç olmasa çox uşaqlığı təbliğ eləmək üçün 3 və daha çox uşağı olan ailələrə vermək olar. Minimal uşaq bir millətin davamlılığı üçün 3 olmalıdır. Sonra 4-5 uşaqların olması artıma xidmət edəcək. Bu baxımdan Azərbaycan strateji ehtiyatları, maliyyə imkanları imkan verir ki, biz uşaq pulu verək, bütün deməli imkan olan bütün ailələrə, ən azı bu olmasa çox uşaqlı ailələrə, 3, 4, 5 uşaqlı ailələrə uşaq pulu ciddi məbləğdə verilməlidir. Mövzu ilə bağlı Azadlıq Radiosunun küçə sorğusunda iştirak edən Bakı sakinlərinin fikirləri isə belə oldu. 10 milyon nə qədər əhalisi var. O 50-ci ildə hesablayıblar. Bütün hər yerdə verirlər ki, 8 milyon adam olacaq. Azalacaq 2 milyon azalacaq əhalinin sayı. Demək, Respublika get-gedə tənəzzülə uğrayır. Xərc məsələsində məncə çatdırıla bilmir deyə bəzi valideynlər uşağına baxa bilmir, imkansızlıqdan məsələn uşaq evlərinə buraxılır, ya da və yaxud da yemək tapa bilmir, yeyə bilmir, dünyasını dəyişir. Məncə əhalidə pula görədir hər şey azalmaq. Azalmağın səbəbləri işsizlik, aclıq, yəni ki, imkan olmadığı üçün, dolanışıq olmadığı üçün. Məsələn, elə ailələr var ki, bir dənə övladla bəs eləyir. Amma əvvəllər ailələr var ki, üzr istəyirəm, 5 dənə övlad olurdu, 10 dənə övlad olan da olurdu. İndi o bir dəqiqə o dövr deyil axı. Bir uşağı dolandırmaq olmur. Pampers odur qiymətinə, yeməyə odur qiymətinə, almaq olmur. Yəni, bugünkü gündə aldığımız maaşla, əvaziflə biz onu əldə edə bilmirik, dolandıra bilmirik. 2 uşaq var, mən elə bir ki, aldığım nəvaciblə, pensiyanı onlara dolandıra bilmirəm, yaşada bilmirəm, istədiyədən alamıram. Yəni, vəziyyət budur da, yaxşı deyil, vəziyyət ağırdır, yəni dolanışıq yoxdur. Uşaq pulu verilsə, əlbəttə yaxşı olar. Ən azından bir çox olmasa da az nələrinə çatar da bir. Bir də ailələr fikirləşirlər ki, yəni mən uşaq əgər dünyaya gətirsə mən necə keçindirdim? Əsasda kasıb ailələr. Normalda heç, amma kasıb ailələr elən çıxdı da. Nəticəsində də ki, uşaq istəmirlər. Yəni elə duruma gəlib çatır ki, maddiyyat baxımından uşaq istəmirlər. Hansı bir subay, misal üçün mənim kimi insanların əksəriyyəti fikirləşir ki, ailə qursun. Heç kim istəmir. Özümüzü güclə dolandırırıq. Uşaqla çıxırsan bayrağa, hər şey bahadır. Bir dəqiqə misal 100 manata sən heç nə ala bilmərsən.